Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mürəkkəb funksiyalar, tərs funksiya, bəzi funksiyaların təyin oblasti və qiymətlər çoxluğu yarımbaşlığına aid sualların izahını verəcəm. Birinci sualda verilib ki, y bərabərdir fx funksiyasının qrafikinə əsasən təyin oblastını tapın. Biz bilirik ki, funksiyanın təyin oblasti deyəndə arqumentin ala biləcəyi qiymətlər çoxluğu nəzərdə tutulur. Burada arqumentimiz, yəni x-imiz ala biləcəyi qiymətlər çoxluğu -2-dən -3-ə qədərdir. Cavab olur A variantı. İkinci sualda verilib qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğu da bilirik ki, y-in ala biləcəyi qiymətlərdir. Yəni -1-dən -1-2 parçasından söhbət gedir. Cavab olur B variantı. Sonra üçüncü sualda verilib ki, hansı funksiyanın təyin oblasti 3-dən başqa bütün ədədlər çoxluğudur. Biz bilirik ki, funksiyanın təyin oblasti 3-dən başqadırsa və burada kəsirdən söhbət gedirsə, onda deməli 3 kəsirin məxrəcini 0-a çevirməlidir. Onun təyin oblastina daxil olmasın deyə. A variantında x-in kvadratı -9 fərqlidir 0. Burada görürük ki, x fərqlidir +-3. Yəni müsbət 3-dən başqa bütün ədədlər olmalıdır. Burada da -3 də ola bilmir. Deməli A variantı deyil. B variantında 2x-6 fərqlidir 0-dan. Buradan x fərqlidir -3 alırıq. Yəni 3-dən başqa bütün ədədlər ola bilir. Deməli burada cavab B variantıdır. Dördüncü sualda verilib ki, hansı funksiyanın təyin oblasti 5-dən başqa bütün ədədlər çoxluğudur. Bu da eyni tip sualdır. 5-dən fərqli olması üçün, yəni 5-dən başqa bütün ədədlər ödəməsi üçün E variantına baxsaq 2x-10 fərqlidir 0-dan. Burada x fərqlidir 5-dən. Burada cavab olur E variantı. Sonra baxaq 5-ci suala. 5-ci sualda verilib ki, x-in kvadratı -4 bölək x-in kvadratı +2 qrafik verilmişdir. A nöqtəsinin koordinatlarını tapın. Biz bilirik ki, funksiyanın qrafiki x oxun kəsirsə, deməli onun köklərindən biri A nöqtəsidir. Yəni biri buradır, biri də buranın B-ilə işarə etsək buradır. Onda biz verilmiş funksiyanın sıfırlarını tapsaq, x-in kvadratı -4 bölünsün x-in kvadratı +2 bərabər 0-a. Bu rasional kəsirin də 0 olması üçün sürət 0 olmalıdır. X-in kvadratı -4 bərabər 0-a. X bərabərdir -2 və x bərabər -2 alırıq. X-in mənfi hissəsində buradır, müsbət hissəsi də buradır. Deməli A nöqtəsinin koordinatları 2, 0 nöqtəsidir. Cavab olur A variantı. Sonra baxaq 6-cı suala. Funksiyanın təyin oblastını tapın. Funksiyanın təyin oblastını tapmaq üçün cüt dərəcədən kökün altı həmişə müsbət və yaxud da 0 olmalıdır. Onda kökün altında yazılmış ifadəç var. 5 + 2 vuraq, x-in kvadratı +7 bölək 4 - x. Bu böyük bərabər 0 olmalıdır. Biz bilirik ki, x-in kvadratı +7 həmişə müsbət ədəddir. Yəni həmişə müsbətdir deyə bunu bölə bilərik hər tərəfi. Yerdə qalar 5 + 2 bölək 4 - x. Böyük bərabər 0. Sürətin kökü x bərabərdir -5. Məxrəcin də ala bilməyəcəyi qiymət 4-dür. Ədəd oxu üzərində bunları göstərsək, -5-i alır və müsbət 4-ü almır. İntervallara ayırsaq, bura müsbət, bura mənfi, bura mənfi olar. Buradan da görürük ki, -5 və 4 yarım intervalı alır. Cavab olur burada C variantı. Sonra baxaq 7-ci suala. Funksiyanın təyin oblastını tapın. Biz bilirik ki, bu funksiyanın təyin oblastı məxrəci 0 etməməlidir. Yəni məxrəc 0 olsa funksiya təyin olunmur. Onda yazarıq x-in kvadratı -4, x + 18 fərqlidir 0-dan. Bunun diskriminantına baxsaq, diskriminant bərabərdir 16-4AC, yəni 72. Bu da bərabər -56. Diskriminantı kiçiksə 0-dan. Bunun həqiqi kökləri yoxdur. Və yaxud da belə deyə bilərik ki, A-sı da böyük 0-dan, A-sı böyük 0-dan, diskriminant kiçiksə 0-dan. Onda bu ifadə həmişə müsbət ifadədir. Yəni məxrəc 0-a bərabər olmur. Qalır bir dənə kökün altı müsbət olsun. O da x-in kvadratı +11-in ən kiçik qiyməti ilə 11-dir. Yəni bu ifadə həmişə müsbət ifadədir. Onda belə çıxır ki, x-ə nə verirsək verək, bu ödənir. Cavab olur mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi. Sonra baxaq 8-ci suala. Funksiyasının qrafikini göstərin.
8-ci sual. Gəlin əvvəlcə bu köklə kvadratı silək və onu modulda yazaq. Y bərabərdir. Olar modulda, modul x minus 4. Biz daxildəki ifadənin qrafikini çəksək əgər, bunun deməli qrafiki olur belə, -4-dən başlayır, -4-dən başlayır və A-sı da müsbətdir bu şəkildə. Deməli, bu oldu onun qrafiki. Sonra nə var burada? Bunun da kökləri modul x minus 4 bərabərcə 0-a. Buradan x bir dəfə 4-dür, bir dəfə də -4 olar. Onda buralar -4 və müsbət 4 olaraq qeyd edə bilərik. Ümumi çöldə fikir verin, bir dənə də modul var. Həmin modula əsasən biz bunun qrafikini müsbət istiqamətdə simmetrik çeviririk. Olur bu şəkildə. Deməli onda bunun qrafiki bu göylə işarə etdiklərimdir. Yəni bunun da verildiyi variant D variantıdır. Burada -4, təbii ki burada müsbət 4-ə simmetrik köçər. Sonra baxaq 9-cu suala. 9-cu sual da eyni tip sualdır. Y bərabərdir mənfi modulda. Bir dənə də modul x minus 1 olmuş olur. Bunun qrafikini çəksək, deməli modul x minus 1-in kökləri -1 və müsbət 1-dir. Və təpə nöqtəsi də -1-dir. Onda biz bu qrafiki bu şəkildə göstərə bilərik. Bu buradan keçər və bir də buradan keçir. Fikir verirsə, bu modul həmişə müsbətdir deyə, qarşıda da bir mənfi var. Y-in qiymətləri həmişə mənfi olmalıdır. Onda belə çıxır ki, biz bu modulun bu müsbət, Y-in müsbət hissəsinə qalan bu qollarını aşağıya doğru simmetrik yəni simmetrik çevirməliyik, qatlamalıyıq. Bu da olar bu göylə işarə etdiyim kimi. Yəni bir sözlə burada variantlardan verilənlərdən D variantı buna uyğundur. Sonra baxaq 10-cu suala. 10-cu sualda verilib ki, funksiyanın təyin oblasını tapın. Yəni cüt dərəcədən kökün altındakı ifadə həmişə müsbət və yaxud da 0 olmalıdır. Mənfi x-in kvadratı plus 4x plus 12 böyük bərabər 0. Hər tərəf mənfiyə vursaq, x-in kvadratı çıx 4x minus 12 kiçik bərabər 0. Bunun da kökləri müsbət 6 və mənfi 2-dir. Ədəd 9 üzərində çəkib göstərsək, mənfi 2-ni və müsbət 6-nı. İntervallara bölsək, bura mənfi, bura müsbət, bura müsbət. Bizə lazım olan hissə mənfi 2, 6 parçasıdır. Deməli, cavab oldu A variantı. Baxaq növbəti 11-ci suala. Funksiyanın təyin oblastını tapın. Bu da eyni tip sualdır. Mənfi x-in kvadratı plus 2x plus 15 böyük bərabər 0. Mənfiyə vursaq, x-in kvadratı minus 2x minus 15 kiçik bərabər 0. Bunun da kökləri 5 və mənfi 3-dür. Ədəd 9 üzərində bunları göstərsək, mənfi 3 və 5, mənfi 3, burada olsun 5. İntervallara bölürük, mənfi, müsbət, müsbət. Bizə lazım olan hissə mənfidir. Mənfi olan yerdə mənfi 3-dən müsbət 5-ə kimidir. Deməli, burada da cavab oldu A variantı. Sonra baxaq 12-ci suala. 12-ci sualda funksiyanın təyin oblasını tapın deyir. Kökün altı müsbət və yaxud da 0 olmalıdır. Məxrəcdə yerləşdiyinə görə 0 ola bilmir. Onda qalır x-in kvadratı minus 16 böyükdür 0. Buradan x-in kvadratı böyükdür 16. Modul x böyükdür 4-dən. Bu o demək ki, x ya 4-dən böyükdür və ya mənfi 4-dən kiçikdir. Cavab oldu D variantı. Sonra 13-cü sual. Burada da eyni şeydir. 4 minus x-in kvadratı böyükdür, bərabərdir 0-dan. X-in kvadrat kiçik bərabər 4. Modul x kiçik bərabərdir 2-dən. X deməli 2-dən kiçik imiş və mənfi 2-dən böyük imiş. Cavab olur A variantı. Sonra 14-cü sual. 9 minus x-in kvadratı böyükdür 0-dan. Məxrəcdə yerləşdiyinə görə 0'ı ala bilmir. Burada x-in kvadrat kiçikdir 9. Kökə salsaq, modulda x kiçikdir 3-dən. Deməli, burada x 3-dən kiçik, mənfi 3-dən böyük olmalıdır. Bu da verildiyi variant, deməli, D variantında verilibdir.
Sonra baxaq 15-ci suala. X'in kvadratı minus 4 böyükdür bərabərdir 0-dan. X'in kvadratı böyük bərabər 4. Modul x böyük bərabərdir 2. Burada x 2-dən böyük bərabərdir və mənfi 2-dən kiçik bərabərdir. Və bunun hər ikisinin birləşməsidir. Bu da mənfi 2-dən mənfi sonsuzluğa, 2-dən müsbət sonsuzluğa və bunun hər ikisini də alır. Yəni E variantı. Sonra baxaq 16-cı suala. Funksiyasının tərsini tapın. Y bərabərdir 3x minus 1. Tərsi tapmaq üçün x-i y ilə əvəz edirik. Olur x bərabər 3y minus 1 və aldığımız tənişdən y-i tapırıq. Olur x plus 1 bərabərdir 3y-ə. Hər tərəfi 3-ə bölsək x plus 1 bölünsün 3 bərabər y. Deməli onda bu x bölünsün 3 üstə gəl 3də 1 şəklindəymiş. Bu da A variantında verilibdir. Sonra 17-ci sual. Funksiyanın tərs funksiyası aşağıdakılardan hansıdır? Y bərabərdir 3x plus 1 bölək 5. Əvəz etsək x bərabərdir 3y plus 1 bölək 5. Y-i tapsaq 5x minus 1 bölək 3 bərabərdir y-ə. Bizə lazım olan 5x minus 1 bölək 3'dür. Bunu da ayrı-ayrı kəsirlərdə yazsaq 1 tam 3'də 2x minus 3'də 1 bərabər y şəklində göstərə bilərik. Bu da B variantında verilibdir. Sonra baxaq 18-ci suala. Funksiyanın tərs funksiyası hansıdır? Y bərabərdir x bölək x plus 3. Gəlin əvəz edək. X bərabərdir y bölək y plus 3. Bunu çarpaz vursaq, x, y üstə gəl 3, x bərabər y-ə. Y-i digər tərəfə keçirsək və ortaq vuruq çıxartsaq, bərabər mənfi 3x-ə. Buradan y bərabərdir 3x bölək 1 minus x şəklində göstərə bilərik. 3x bölək 1 minus x C variantında verilibdir. Sonra baxaq 19-cu suala. Funksiyanın tərs funksiyası hansıdır? Y bərabərdir 1 bölək x plus 1. Daha doğrusu x minus 1 plus 1. Onda biz yazarıq. X bərabərdir 1 bölək y minus 1 plus 1. Buradan deməli 1'i keçirsəm sol tərəfə x çıx 1 bərabərdir 1 bölək y minus 1. Tərsinə çevirsək 1 bölək x minus 1 bərabərdir y minus 1. 1'i sol tərəfə keçirsəm alaram 1 bölək x minus 1 plus 1 bərabər y-ə. Deməli, belə bir variant da harda verilib? Ortaq məxrəc eləsək E variantı yəqin ki çıxar. Ortaq məxrəc eləsək x minus 1 1 plus x minus 1 burada x qalır bərabərdir y-ə. Cavab oldu E variantı. Sonra baxaq 20-ci suala. 20-ci sualda funksiyasının A nöqtəsinin koordinatlarını tapın. 20-ci sual. Biz bilirik ki A nöqtəsinin koordinatları bu y-i kəsmə nöqtəsidir. Y-i kəsəndə x-ə 0 verməliyik. X-ə 0 verdikdə bu 0, bu 0 olur. Mənfi 4 bölünsün 2 eləyir mənfi 2. Onda bu nöqtə 0 mənfi 2 nöqtəsi imiş. Cavab olur E variantı. Sonra 21-ci sualda da eyni şeydir. X-ə 0 versək qalar 4 bölək 1. Deməli bu nöqtə 0, 4 nöqtəsi imiş. Cavab olar B variantı. 22-ci sualda A və B nöqtəsinin koordinatlarını tapın. Bu x-i kəsmə nöqtələridir. X-i kəsmə nöqtələrində y-ə 0 veririk. Yəni 9 minus x-in kvadratı böl x-in kvadratı plus 3 bərabər 0. Buradan bilirik ki, rasional kəsirin sürəti 0 olmalıdır. 9 minus x kvadrat bərabər 0. X 3 və yaxud da mənfi 3 olmalıdır. Onda A nöqtəsinin koordinatı mənfi hissədədir deyə olar mənfi 3 0. B nöqtəsində isə 3 0'dır. Mənfi 3 0 və 3 0 D variantına verilibdir. Baxaq 23-cü suala. Bu 22-ci sual idi. 23-cü sualda təyin oblastını tapın. Yenə kökün altında verilmiş x-in kvadratı minus 9 böyük bərabər 0 bərabərsizliyini həll edirik. Buradan x-in kvadratı böyük bərabər 9'dan. Modul x böyük bərabərdir 3'dən. Bu olur x böyük bərabər 3 və x kiçik bərabər mənfi 3 həlli. Mənfi sonsuzluqdan mənfi 3'ə kimi, 3'dən müsbət sonsuzluğa kimi D variantı. Sonra 24-cü suala baxaq.
Funksiyanın təyin oblastını tapın. Bu 5-ci dərəcədən kökün altında olduğuna görə burada kökün daxilində olan ifadə istənilən bir ədəd ala bilir. Cavab olur mənfi sonsuzluq, müsbət sonsuzluq. Eləcə də 25-ci sualda da cavab olur mənfi sonsuzluq, müsbət sonsuzluq və 26-cı sualda da cavab olur mənfi sonsuzluq, müsbət sonsuzluq. 27-ci sualda da 3-cü dərəcədə bu da olur. Cavabı mənfi sonsuzluq, müsbət sonsuzluq. Baxaq 28-ci suala. 28-ci sualda məxrəc sıfırdan fərqli olmalıdır və cüt dərəcədən kökün altındakı ifadə böyükdür 0. Yəni bir sözlə 5 minus, bura 28-ci sualdır, 5 minus modulda x böyükdür 0. Buradan modulda x kiçikdir 5 tapırıq. Bunun da həlləri 5-dən kiçik, mənfi 5-dən böyükdür. Cavab olur C variantı. 29-cu sualda da eyni prosesi təkrarlayırıq. Məxrəcdəki 3 minus modulda x böyükdür 0 olmalıdır. Buradan modulda x kiçikdir 3-dən, yəni x 3-dən kiçik və mənfi 3-dən böyük olmalıdır. Bu da verilibdir D variantında. Sonra baxaq 30-cu suala. 30-cu sualda funksiyanın təyin oblastı. Məxrəcdəki x minus 1 fərqli 0 olmalıdır. Buradan x fərqlidir 1 alırıq. Sürətdə də x plus 1 kökün altdadır deyə böyük bərabər 0 həll edirik. Burada x böyük bərabər mənfi 1. Mənfi 1-dən böyük olmalı və 1-dən fərqli olmalı. Deməli mənfi 1-dən 1-ə kimi birləşir 1-dən müsbət sonsuzluğa kimi. Bu da verilibdir C variantında. 31-ci suala baxaq. 31-ci sualda da funksiyanın təyin oblastını tapın. Məxrəcdəki ifadə ki var, bu 0-dan fərqlidir. Deməli x fərqlidir 2 olmalıdır. Eləcə də x plus 1 böyük bərabər 0-dan, x böyük bərabər mənfi 1. Mənfi 1-dən böyük 2-dən fərqli ədədlər mənfi 1-dən 2-yə kimidir. Birləşir 2-dən müsbət sonsuzluğa kimi. Bu da verilibdir E variantında. Sonra baxaq 32-ci suala. 32-ci sualda mürəkkəb funksiyadır. Fx bərabərdir x-in kubu. Gx də bərabərdir 2x-in kvadratı. Bizdən istədiyi f gx-dir. Yəni gx-i götürüb 2x kvadratını götürüb gətirməliyik x-in fx-dəki x-in yerinə yazmağa. Bu da olur 2x-in kvadratının kubu. Yəni 8x-in üstündə 6. Cavab oldu 8. X-in üstündə 6 E variantı. Sonra baxaq 33-cü suala. 33-cü sual da eyni tip sualdır. Fx bərabərdir 3x kvadratına. Gx də bərabərdir x üstü 4-ə. Bizdən istədik j fx-dir. Yəni fx-i götürüb 3x kvadratını götürüb digərində yerinə yazmalıyıq. Olar belə 3x-in kvadratının üstü 4. Bu da 81 x üstü 8 deməkdir. Cavab olar E variantı. 34-cü sualda funksiyanın təyin oblastını tapın. Biz bilirik ki, x məxrəcdə yerləşdiyinə görə 0-dan fərqli olmalıdır. Digərində isə kök var deyə x minus 2 böyükdür, bərabər 0 olmalıdır. X böyük bərabər 2. X 0-dan fərqli və 2-dən böyük bərabər olmalıdır. Deməli, burada da cavab olur 2-dən böyük bərabər. Yəni 2-dən böyük bərabər olanda onsuz da 0-dan fərqli olmuş olur. Cavab B variantı. Sonra baxaq 35-ci sual. Bu da eyni tip sualdır. X fərqlidir 0 olmalıdır. Və bir də x minus 3 böyük bərabərdir 0-dan. Buradan x böyük bərabər 3 alırıq. 3-dən böyük ədədlər onsuz da 0-dan fərqlidir. Deməli, burada da cavab olur 35-də A variantı. 36-cı suala baxaq. Funksiyanın təyin oblastına daxil olan ədədlərin cəmini tapın. Funksiyanın təyin oblastına daxil olan ədədlər burada cüt dərəcədən köklər var deyə kökün altındakı ifadələr mənfi olmamalıdır. Mənfi x plus 6 böyükdür, bərabərdir 0-dan. Buradan alırıq ki, x kiçik bərabərdir 6-dan. Digər tərəfdən x plus 2 böyükdür 0 olmalıdır. Yəni məxrəclər deyə 0-a bərabər olmur. X də böyükdür mənfi 2. Bura daxildir mənfi 2-dən müsbət 6-ya qədər olan ədədlər. Yəni mənfi 1, 0, 1, 2, 3, 4, 5 və 6. Bu üçünün cəmi 0-dır. Yerdə qalanların cəmi eləyir 20. Cavab olur 36-cı sualda C variantı. Sonra baxaq 37-ci suala. 37-ci sualda mürəkkəb funksiyadır. Fx bərabərdir x kosinus x-in kubu.
Jx də bərabərdir x-in kvadratı. Bizdən istədiyi f jx-dir. Biz jx-i götürüb, gətirib f-dəki x-lərin yerinə yazmalıyıq. Bir dəfə bura, bir dəfə də bura. Olar belə. X-in kvadratı kosinus. X-in kvadratının kubu, bu da x üstü 6 eləyir. Deməli, x-in kvadratı kosinus. Kənarda bir də 5 var imiş. Bu 5-i də buradan qeyd eləyək. X-in kvadratı kosinus x üstü 6 plus 5 cavab oldu D variantı. Sonra baxaq 38-ci suala. Fx bərabərdir 2x plus 2. Jx də bərabərdir 2 üstündə x plus 10. Bizdən istədiyi fcx-dir. Gəlin jx-i götürək, aparaq, digərini yerinə yazaq. Bunu götürüb burada yerinə yazsaq, olur 2'ye vuraq, 2 üstündə x plus 10 plus 2. Mörtəzələri də vurub sadələşdirsək, 2 üstündə x plus 1 plus 22 alarıq. Cavab olar D variantı. 39-cu sualda funksiyanın təyin oblasını tapmağı istəyir bizdən 39-da. Biz bilirik ki, məxrəc sıfırdan fərqli olmalıdır. Yəni x-in kvadratı minus 3x fərqlidir sıfırdan. Buradan x fərqlidir 0 və x fərqlidir 3 alırıq. Digər tərəfdən 2 plus x böyük bərabər 0 olmalıdır. Buradan x böyük bərabər mənfi 2 alırıq. Mənfi 2-dən böyük və 0 və 3'ü almasın. Bu olar belə mənfi 2-dən 0-a qədər, birləşər 0-dan 3'ə qədər, birləşər 3-dən müsbət sonsuzluğa kimi. Belə bir variant da verilibdir E variantında. Sonra baxaq 40-cı suala. 40-cı sualda da məxrəc sıfırdan fərqli olmalıdır. Yəni x fərqlidir 0, x fərqlidir 2 olmalıdır. Kökün altındakı 5 minus x böyük bərabər 0 olmalıdır. Buradan x kiçik bərabər 5 alırıq. Bu 5'dən kiçik ədədlər və 0 və 2 də olmasın. Onda bunu mənfi sonsuzluqdan 0-a qədər, 0-dan 2'ye qədər və 2-dən də 5'e qədər yaza bilərik. Belə bir variant da verilibdir C variantında. Sonra baxaq 41-ci suala. Bu sualda verilib ki, y bərabərdir x-in kvadratı. Hər tərəfdən, deməli, x-in y-in yerini dəyişək əvvələ. Deməli, bu 41-ci sualdır. X-in y-in yerini dəyişəndə olur x bərabər y kvadratı. Kök alanda olur kök altında x bərabərdir modulda y. Və bizə də orada verib ki, x böyük bərabərdir 0-dan. Biz bunun təyin oblasını tapmışıq deyə, onda y də böyük bərabərdir 0-dan. Modulaşsaq olur y bərabərdir kök altında x. Deməli, belə bir variant da verilibdir B variantında. Sonra baxaq 42-ci suala. X-in kubu funksiyasının tərs funksiyasını tapın. Yaza bilərik x bərabərdir y-in kubu. 3-cü dərəcədən kök alsaq, olar 3-cü dərəcədən x bərabərdir y. Yəni y bərabər 3-cü dərəcədən x-ə cavab olur D variantı. Sonra baxaq 43-cü suala. Funksiyanın təyin oblasını tapın. Kökün altındakı böyük bərabərdir 0-dan. Yəni 3x böyük bərabər 0-dan. Buradan x böyük bərabər 0 olur. Digərində isə 3 minus x böyük bərabər 0. Buradan x kiçik bərabərdir 3 alırıq. Deməli, bu olur 0, 3 parçası. Cavab olur A variantı. Sonra 44-cü sual. Deməli, 44-cü sualda eyni tip sualdır. X böyük bərabərdir 0-dan və x kiçik bərabərdir 2 olmalıdır. 0-dan 2'ye qədər cavab olur E variantı. Növbəti suallara keçid eləyək. 45-ci sual. Funksiyanın təyin oblasını tapın. Kökün altındakı 1 minus x-in kvadrat böyük bərabərdir 0-dan. Buradan x-in kvadrat kiçik bərabər 1 olur. Bunun da həllər çoxluğu x 1-dən kiçik və mənfi 1-dən böyük olmalıdır. Hər tərəf kökə salanda modul x kiçik bərabər 1 alırıq. Cavab olur mənfi 1-dən müsbət 1'ə kimi C variantı. Sonra 46-cı sual. 46-cı sualda da eyni tipdir. Funksiyanın təyin oblasını tapın. Məxrəc 0-dan fərqli olmalıdır. X-in kvadratı plus x plus 1 fərqlidir 0. Bunun diskriminantına baxsaq, diskriminantı bərabərdir 1 çıx 4AC, yəni mənfi 3'dür. Diskriminant kiçikdir 0-dan və A-sı da 1'dir, böyüksə 0-dan. Bu həmişə müsbətdir, yəni 0-a çevrilmir. Deməli, məxrəcdən mənfi sonsuzluq, müsbət sonsuzluq alırıq. Cavab olur mənfi sonsuzluq, müsbət sonsuzluq B variantı. Yəni burada başqa, yəni kök 6 ifadə falan yoxdur ki, onu da yoxlayaq.
Sonra baxaq 47-ci sual. 47-ci sualda da eyni tip sualdır. Məxrəci fərqlidir 0 götürsək, görək eyni prosesdir. Cavab olur mənfi sonsuzluq, müsbət sonsuzluq. 48-ci sual. Funksiyasının qiymətlər çoxluğunu tapın. 48. Burada da kökün altındakı x-in kvadratı plus 2x plus 17 böyük bərabərdir 0-dan. Bunu həll etsək, diskriminant bərabərdir b kvadrat çıx 4ac, yəni 68. Bu deyilir mənfi 64. Mənfi 64 də 0-dan kiçikdir. Yəni a-sı böyük 0, diskriminantı kiçik 0. Bu həmişə müsbət həldir. Yəni həmişə də müsbətdirsə, x-ə nə verirsə verir, onsuz da bunu ödəyər. Yəni kökün altı müsbət olar. Cavab olur mənfi sonsuzluq, müsbət sonsuzluq. Sonra baxaq 49-cu sual. 49-cu sual da eyni tip sualdır. Bu səfər bunu belə həll edək. X-in kvadratı plus 4x plus 20 böyük bərabərdir 0-dan. Bunu yaza bilərik. 2 üstəgəl 2-nin kvadratı plus 16 böyük bərabər 0-dan. Buradan görürük ki, x-ə nə yazırsaq yazaq. Bu kvadrat olduğuna görə həmişə 0 və ya müsbətdir. Üstə 16 gəlsək həmişə müsbətdir. Yəni ən kiçik qiyməti onsuz da 16-dır. Burada da cavab olur mənfi sonsuzluq, müsbət sonsuzluq. Və yaxud da diskriminant A-nı falan fikirləşib bayaqki sual kimi yaza bilərdik. Baxaq 50-ci suala. Funksiyanın qrafikini göstərin. 50-ci sual. Verilib ki, y bərabərdir 3x minus modulda x. Desəm ki, əgər x böyükdür 0-dan, onda bu olar belə y bərabərdir 2x. Yəni burada x olduğu kimi açılar. Y bərabər 2x-in x müsbət, yəni birinci rübdəki hissəsi lazımdır bizə. Y bərabər 2x-in qrafiki bu şəkildədir. Bizə lazım olanı bu x-in müsbət tərəfidir. Yəni bu tərəfdə aid olanıdır. Onda mən bunun mənfi hissəsini silirəm buradan. Deməli, buranı sildik, getdi. Buranı da silək. Sonra isə yazaq x kiçikdir 0-dan. X kiçik 0 olanda olur y bərabərdir 4x. Y bərabərdir 4x-in qrafiki bu şəkildədir. Hardasa bundan yuxarıdan keçir, çünki bucaq əmsalı daha böyükdür. Bizə lazımdır x-in mənfi hissəsi. X-in mənfi hissəsi də buradır. Ora aid olan hissəsi aşağıdakıdır. Onda mən bu yuxarıdakı hissəsini silirəm. Bir sözlə bunun qrafiki olur belə, qırmızı ilə və göy ilə işarə etdiyimiz. Belə bir qrafikdə harda verilib? A variantında, bir də D variantında verilib. Gəl üzərindəki qiymətlərə fikir verək. Bu 2x-dir, yəni x-ə 1 verdikdə y 2 olur. Bu da 4x-dir. X-ə mənfi 1 verdikdə olur mənfi 4. Belə bir halda A variantında verilibdir. Sonra baxaq növbəti 51-ci suala. 51-ci sual da analoji sualdır. Yəni eyni tipdir. Buradan y bərabərdir 3x üstəgəl modul x. Desəm ki, x böyükdür 0-dan, onda olar y bərabərdir. Deməli 4x. Desəm ki, x kiçikdir 0-dan, olar y bərabərdir 2x. Qrafikləri qurası olsaq, x-in müsbət tərəfində 4x-in qrafikidir, yəni bu şəkildədir. X-in mənfi hissəsində isə 2x-in qrafikidir, bu da bu şəkildədir. Və burada x-ə 1 verdikdə bu 4 alır. Yəni 1 4-dən keçir. Və burada x-ə mənfi 1 verdikdə mənfi 2 alır. 1 4-dən keçən və mənfi 1 mənfi 2-dən keçən qrafik E variantında verilibdir. Sonra baxaq 52-ci suala. Funksiyanın təyin oblasını tapın. Kökün altındakı ifadə müsbət və yaxud da 0 olmalıdır. X plus 2 böl x minus 1 böyük bərabər 0. Bunun kökləri sürətinki mənfi 2-dir. Məxrəcdən 1 ola bilmir. Ədəd oxu çəkib göstərsək, bura mənfi 2 bunu alır və müsbət 1-i almır. Burada olur müsbət 1. Buranı çəkib göstərsək, intervallara bölsək, bizə lazım olan müsbətdir. Olur mənfi sonsuzluqda mənfi 2-yə kimi birləşir. Birdən müsbət sonsuzluğa kimi. Cavab olur mənfi sonsuzluqdan mənfi 2-yə kimi, birdən müsbət sonsuzluğa kimi və biri də almır. Burada verilib E variantında. 53-cü suala baxaq. Funksiyanın təyin oblasını tapın. Yenə eyni tip sualdır. Yazırıq x plus 3 bölək x plus 1. Böyükdür bərabər 0. Bunun kökləri məxrəcinki mənfi 1-dir, ola bilmir. Sürətdən isə mənfi 3-ü ala bilir.
Deməli, ədəd oxu çəkib göstərsək, -3 alır və -1-i almır. Bura mənfi, bura müsbət, bura müsbət. Bizə lazımdır müsbət hissələr olur mənfi sonsuzluqdan -3-ə kimi və birləşir -1-dən müsbət sonsuzluğa kimi. Mənfi sonsuzdan -3-ə kimi 1-dən müsbət sonsuzluq və -1-i də almır. Sonra baxaq 54-cü suala. 54-cü sualda f3x verib. f3x bərabərdir 7x plus 2-yə və bizdən istədiyi fx-dir. Fx bərabər sual. Mən x almaq üçün buradakı x-in yerində x böl 3 yazsam doğru olar. Olar f 3 vuraq x böl 3 bərabərdir 7 vuraq x böl 3 üstə gələk 2. Buradan alıram f, bundan bu ixtisar getsə x bərabərdir 3-də 7 x plus 2. Cavab olur C variantı. Sonra baxaq 55-ci suala. 55-ci sualda da x-in yerinə x böl 5 yazıram. Olur f 5 vuraq x bölək 5 bərabərdir 3 vuraq x bölək 5 üstə gəl 4. Alınır fx bərabərdir 5-də 3 x plus 4. 5-də 3x plus 4-də B variantında verilibdir. 56-cı suala baxaq. 56-cı sualda verilib ki, A həqiqi ədədinin hansı qiymətlərində x üçün istənilən x üçün təyin olunubdur. Yəni, əvvəla bu məxrəzdəki ifadə x-in kvadratı plus ax plus 1 fərqlidir 0 olmalıdır. Buradan da görürük ki, a-sı böyükdür 0-dan. Yəni, kökü olmaması üçün diskriminantı kiçik 0 olmalıdır. A kvadratı çıx 4 kiçikdir 0. Buradan alırıq ki, a mənfi 2 ilə müsbət 2 aralığında yerləşir. Kökün altında verilənlərə görə 1 minus a böyükdür, bərabərdir 0 olmalıdır. Buradan 1 minus a böyük bərabər 0, a da kiçik bərabərdir 1 alırıq. Mənfi 2-dən 1-ə kimi və 1-in özünü də alırıq. Baxaq görək, belə bir variant da harada verilibdir. Deməli, mənfi 2-dən müsbət 1-ə kimi B variantında verilibdir. Sonra 57-ci sual. Funksiyanın qiymətlər çoxluğunu tapın. Burada artıq qiymətlər çoxluğundan söhbət gedir. Fx bərabərdir kök altında mənfi x-in kvadratı plus x plus 2. Burada a-sı böyüksə 0-dan fikir verir. Daha doğrusu a-sı kiçikdir 0-dan. A kiçiksə 0-dan. Bunun məlumdur ki, ən böyük qiyməti var. Gəl n-i tapaq. N bərabərdir 4ac. Yəni 4 vur mənfi 1, mənfi 4, 2-yə vursaq mənfi 8, çıx b kvadratı 1 bölünsün 4-ə, mənfi 4. Alırıq 9 bölünsün 4, bu da 2-də 3 deməkdir. Daha doğrusu 4 bölünsün 9 kök var deyə bunu yazarıq 2-də 3 kimi. Deməli, bunun ən böyük qiyməti 2-də 3-dür, ən kiçik qiyməti də kökdür deyə 0-dır. Cavab olur 0, 2-də 3 parçası. 58-ci sualda da eyni tip sualdır. 58. N-i tapsaq n bərabərdir 4ac, yəni 4 vuraq mənfi 2, mənfi 8, 7-yə də vuranda mənfi 56. Çıxaq b kvadratı bölək 4-a, yəni mənfi 8. Bunu da ayrı kəsələrdə yazsaq, alarıq 7, üstə gələk, 144 də 8-ə bölsək, alarıq deməli 18. Bu elədi 25. Kökdən də burada 5 çıxar. Və bu kök altında olduğuna görə minimum qiymət 0, maksimum qiymət də 5-dir. Cavab olur B variantı. 59-cu suala baxaq. 59-cu sual. F2x bərabərdir 5 fx-in kvadratı minus 8. Bizdən istəyir f0, çıxaq 2f4. Gəl f0-ı tapaq. Harada x görsək yerinə 0 yazsaq, alarıq f2 vur 0, yəni 0 bərabərdir 5 vur. F0-ın kvadratı elə yenə f0-dır, çıx 8. Buradan alırıq ki, f0 bərabərdir 4-ə. Daha doğrusu 2-yə. F0-ı tapdıq 2. Bir dəfə də x-in yerinə 2 yazaq, olar f4 bərabərdir 5. F2-nin kvadratı eləyər 4, çıx 8. Yenə buradan f4-ü tapırıq, deməli 2. F4 də 2-dir, F0-da. Yerinə yazsaq 2 minus 2 vur 2. Bu da eləyir mənfi 2. Cavab oldu E variantı. 60-cı suala baxaq. 60-cı sualda
f(x)i veribdir. f(x) bərabərdir 3x plus 2. j(x) də bərabərdir 2x minus 1. Bizdən istəyir f c2-ni. Gəl əvvəlcə c2-ni hesablayaq. c2 bərabərdir 2 vur 2 minus 1. Bu da eləyir 3. Deməli c2 3-ə bərabərdir. Bunun yerinə 3 yazsaq bizə lazımdır f3. Gəl indi f3-i hesablayaq. f3 bərabərdir 3 vur 3 üstə gəl 2. Bu da eləyir 11. Cavab oldu C variantı. Sonra 61-ci sual. f(x) bərabərdir arq kosinus x və j(x) bərabərdir 2x plus 3. Və bizə deyir ki, f c mənfi 2-ni tapın. Gəl əvvəlcə c mənfi 2-ni hesablayaq. c mənfi 2 bərabərdir mənfi 4 üstə gəlir 3. Aldıq mənfi 1. Bu c mənfi 2-nin yerinə biz mənfi 1 yazsaq bizə f mənfi 1 lazımdır. F mənfi 1 də bərabərdir arq kosinus mənfi 1. Arq kosinus mənfi 1 də pi-yə bərabərdir. Cavab olur burada E variantı. Sonra baxaq 62-ci suala. 62-ci sualda funksiyanın təyin oblastını soruşur. Yəni deyir təyin oblastını tapın. Kök altında verilmiş 3 minus x, kök altında x minus 3. Bu böyük bərabər 0 olmalıdır. Həmçinin buradakı bu kökdə 0-dan böyük bərabərdir. X minus 3 də böyük bərabər 0. Buradan alıram x böyük bərabərdir 3. Daha sonra deməli bura müsbətdir. Bura müsbətdirsə onda burada müsbət olmalıdır ki hasili müsbət olsun. Onda yazıram 3 minus x böyük bərabər 0. Buradan x kiçik bərabərdir 3 alırıq. 3-dən böyük bərabər və 3-dən kiçik bərabər. Bunların da kəsişməsində elə 3-ün özüdür C variantı. Sonra baxaq 63-cü suala. 63-cü sualda da hər 3 kök müsbət olmalıdır. 9 minus x-in kvadratı böyük bərabər 0. Buradan x-in kvadratı kiçik bərabər 0. X-i alırıq ki, daha doğrusu 0 deyil. Burada 9 sağa keçir. Olur 9. Deməli burada olsun 9. X kiçik bərabərdir 3-dən. Böyük bərabər mənfi 3-dən. Digər tərəfdən x minus 3 böyükdür bərabərdir 0-dan. X böyük bərabər 3 alırıq. 3 minus x böyük bərabər 0-dan x kiçik bərabər 3 alırıq. 3-dən böyük bərabər və 3-dən kiçik bərabər. Bunların kəsişməsində 3-ün özüdür. Cavab olur E variantı. Eyni şey 64-də də var. 64-də də cavab 2 elementinin özüdür. A variantı. Sonra baxaq 65-ə. 65-ci sualda təyin oblastını soruşur. Məxrəc 0-dan fərqli olmalıdır və kökün altı mütləqdir ki 0 və ya müsbət olsun. Onda yazarıq x minus 2-nin kvadratı bölək 25 minus x-in kvadratı böyük bərabərdir 0-dan. Məxrəc 0-dan fərqli olmalıdır. X fərqlidir plus minus 5-dən. Və sürətdəki aydın məsələdir ki, bura onsuz da həmişə müsbət və ya 0-dır. X-in qiymətlərindən asılı olmayaraq. Onda yazarıq 25 minus x-in kvadratı bir dənə müsbət olsun ki, müsbəti müsbətə böləndən müsbət eləsin. X-in kvadrat kiçik bərabər 25, daha doğrusu kiçikdir 25. Buradan alırıq ki, x 5-dən kiçik və mənfi 5-dən böyük olmalıdır. Deməli, burada da cavab olur 5-dən kiçik və mənfi 5-dən böyük. Belə bir variant da A variantında verilibdir. Sonra baxaq növbəti suala, 66-cı sual. Funksiyanın təyin oblastını tapın. Eyni tip sualdır. Burada da kökün altında verilən x-in kvadratı böl 4 minus x-in kvadratı böyük bərabər 0 olmalıdır. Sürət onsuz da kvadratda həmişə müsbətdir. Yerdə qalır məxrəc bir dənə müsbət olsun. 4 minus x-in kvadratı böyükdür 0. X-in kvadrat kiçik 4. Kökə salsaq modul x kiçikdir 2-dən. Yəni x 2-dən kiçik, mənfi 2-dən böyük olmalıdır. Cavab olur B variantı. Sonra 67-ci sual. 67-ci sualda verilib funksiyanın qiymətlər çoxluğunu tapın. Y bərabərdir x-in kvadratı böl 4 üstə gələk 9 böl x-in kvadratı. Bunu koşu bərabərsini əsasən həll edə bilərik. Deməli, biz bilirik ki, bu x-in kvadratı plus 4 ifadəsi müsbətdir. Yəni böyükdür 0. Eyni ilə 9 böl x-in kvadratda böyükdür 0. Yəni bir sözlə A böyük 0, B böyük 0 halında 2 ədədin cəmi, daha doğrusu ədədi ortası böyük bərabərdir
onların həndəsi ortasından. Onda yaza bilərik x-in kvadratı böl 4 üstə gəl 9 böl x-in kvadratı böyük bərabərdir 2 vuraq. Yəni bu 2-ni bura keçirsək, kökün altında bunların hasili x-in kvadratı bölünsün 4 vuraq 9 böl x-in kvadratı. X-in kvadratları ixtisar getsə, alarıq belə 2 vur, 2-də 1 vur 3. Bunlar da gedər. Deməli bu ifadə böyük bərabərdir 3-dən. Cavab olur D variantı. 3-dən müsbət sonsuzluğa kimi. Bunu başqa üsuldan müxtəsər vurma düsturuyla da yaza bilərdik. Sonra baxaq 68-ci suala. 68-ci sual da eyni tip sualdır. Gəlin bu sualı müxtəsər vurma düsturundan yazaq. Biz bilirik ki x bölünsün 3 minus 1 bölünsün 2 x-in kvadratı böyükdür bərabərdir 0-dan. Bunu açası olsaq olar belə x-in kvadratı böl 9 üstə gələk 1 böl 4 x-in kvadratı. Çıxaq 2 vuraq x böl 3 vuraq 1 böl 2x. Böyük bərabərdir 0-dan. Buradan alırıq x-in kvadratı böl 9 üstə gəl 1 böl 4 x-in kvadratı. Bu 2 ilə bu 2 ixtisar gedər. X ilə də x qalar 3-də 1. Bu da sağ tərəfə keçsə 3-də 1-dən böyük olur. Deməli bu verilmiş ifadə 3-də 1-dən böyük bərabər qiymətlər alır. Cavab olur C variantı. Sonra baxaq 69-cu suala. 69-cu sualda verilib ki, bu nöqtədən keçən funksiyanın qiymətlər çoxluğunu tapın. Gətirək x-in yerinə -2, y-ə də 5 yazaq. Alarıq 5 bərabərdir. Kök altında 4 minus 2m üstə gəl 17. Buradan 25 bərabərdir. Kvadrata yüksəlsək 21 minus 2m. M tapırıq buradan -2. Yerinə yazsaq y bərabərdir. Kök altında x-in kvadratı minus 2x plus 17. Bunun qiymətlər çoxluğu kök altında m müsbət sonsuzluqdur. Yəni m bərabərdir 4ac eləyir 68 çıx b kvadratı böl 4a. Bu da eləyər 16. Bundan da 4 çıxar. Deməli bunun qiymətlər çoxluğu 4-dən müsbət sonsuzluğa kimidir. Cavab olur C variantı. 70-ci sualda eyni tip sualdır. Deməli gətirib yerinə yazsaq 5 bərabərdir kök altında 9 minus 3m üstə gəl 10. 25 bərabərdir 19 minus 3m. Buradan m bərabərdir -2'ye. Aparıb yerinə yazanda y bərabərdir kökün altında x-in kvadratı minus 2x plus 10. Gəlin bunu artıq belə hesablayaq. Kök altında x minus 1'in kvadratı. Bunu açsaq üstə gəl 1 yaranır. Üstünə 9 gəlməliyik ki 10 olsun. Bunun da ən kiçik qiymət 9'dur. Bu da kökün altında olduğuna görə ən kiçik qiymət 3'dür. Ən böyük qiymət də yoxdur. Cavab olur 3'dən müsbət sonsuzluğa B variantı. Sonra baxaq 71-ci suala. Şəkildə qırıq xətlərlə y bərabərdir fx funksiyasının qrafiki və bütöv xətlə isə y bərabərdir jx funksiyasının qrafiki verilmişdir. Hər iki funksiya -3, 5 parçasında təyin edilmiş kəsilməz funksiyadır. Verilmiş parçada fx böyükdür jx bərabərsizliyin tam həllərinin cəmi tap. Yəni qırıq xətlə verilmiş hissə bütöv xətlə verilmiş hissədən yuxarıda yerləşməlidir. Yəni böyük olmalıdır. Qırıq xətlə verilmiş hissə buradan bu tərəfdə yuxarıdadır. Eyni ilə 2-dən 5'ə kimi yuxarıdadır. Tam həllərin cəmini istəyir. -3'dən -1/5'ə kimi birləşir. Deməli 2'dən 5'ə kimi. Burada yerləşən tam həllər -3, -2 və -1. Bir də var 3, 4, 5. Bunların cəmi eləyir deməli 9, -3, -1/5 kimi olanda -1 olmur. Bunu silək. -1 orada yerləşmir. Bunları cəmləsək eləyər 9'dan deməli 2 çıxsaq 7. Deməli burada cavab oldu B variantı. 72-ci sualda da eyni tip sualda fx gx-dən böyük olmalıdır. Yəni qırıq xətt bütöv xəttdən yuxarıda yerləşməlidir. -4'dən -1'ə kimi birləşməlidir. 2 onda 3'dən 6'ya kimi. Bu da eləyir -4, -3, -2. Bir də 3, 4, 5 və bir də 6'nın özü. Bunları da toplasaq -3, 4 bunlar əks işarə ilə gedər. 11'dən 2 çıxsaq cavab olar C variantı 9. Yəni bizə lazım olan hissə bu qırmızı ilə qoyduğum hissələrdir. Sonra baxaq 73. 73'də nə verib?
fx funksiyasının təyin oblastını tapın. Fx'i də veribdir bizə. Kök altında 1 minus x. Təzədən bunu götürüb x'in yerinə yazıram. Olur f(x) bərabər kök altında 1 minus kök altında 1 minus x. Bizdən istəyir ki, bu funksiyanın təyin oblastını tapaq. Bu da 1 minus x böyük bərabərdir 0-dan olmalıdır bu köşə görə. Digər köşə görə 1 minus x böyük bərabərdir 0 olmalıdır. Birincidən x kiçik bərabər 1 alırıq. İkincini həll edəsi olsaq, alırıq belə. Kök altında 1 minus x deməli kiçik bərabərdir 1-dən. Hər tərəf kvadrata yüksəlsək 1 minus x kiçik bərabərdir buradan. Buradan alırıq ki, x deməli x'i keçirsək sağ tərəfə 0 kiçik bərabərdir x. Yəni x 0-dan böyük 1-dən kiçik olmalıdır. Bu da verilibdir harda C variantında. Baxaq 74-cü suala. Y bərabər fx funksiyasının qrafik olan düz xətt apsisonu müsbət istiqaməti ilə 135 dərəcəli bucağı əmələ gətirib ordinat doğrunun 0,6 nöqtəsində kəsir. Fx funksiyasının tərs funksiyası gx olarsa f(g2)-ni hesablayın. Gəlin əvvəlcə fx funksiyasının düsturunu çıxartmağa çalışaq. Biz bilirik ki, bucaq əmsalı 135 isə k bərabərdir tangens 135-ə. Bu da mənfi tangens 45 deməkdir. Bu da mənfi 1-dir. Deməli onda bu beləymiş. Fx bərabərdir mənfi x. Y2 kəsdiyi nöqtə 6-dır. Onda bura plus 6 yazırıq. Deməli bunun düsturu beləymiş. Gx nöqtəsi də bunun tərsidir. Daha doğrusu gx funksiyası da bunun tərsidir. Gəlin bunun tərsini tapmağa çalışaq. Y bərabər mənfi x plus 6. Onda x bərabər mənfi y plus 6. Alarıq y bərabərdir mənfi x plus 6-ya. Bu da bunun tərsidir deyə. Onda buna yazaq gx bərabərdir mənfi x plus 6. Bizdən istədiyi g2-dir. Daha doğrusu fg2-dir. Yəni birinci g2-ni tapaq. G2 bərabərdir mənfi 2 plus 6. Buradan alırıq 4. Gətirək f-də yerinə yazaq. Olur f. G2 4-dür deyə artıq bura 4 yazıram. Bərabər mənfi 4 plus 6. Buradan da alırıq 2. Deməli burada cavab olur 74-də B variantı. Sonra baxaq 75-ci suala. Verilib ki, funksiyasının təyin oblastı mənfi 2, 6. Gx funksiyasının təyin oblastı isə deyək ki, mənfi 5, 3 olarsa fx və gx funksiyalarının təyin oblastına daxil olan tam ədədlərin cəmini tapın. Əgər iki funksiya burada toplanırsa, onda biz x ilə seçməliyik ki, bunun hər ikisini ödəsin. Yəni hər ikisinin təyin oblastına daxil olan ədədlər olmalıdır. Bir sözlə bunların kəsişməsi lazımdır. Bu hər iki təyin oblastının kəsişməsinə baxsaq, deməli ədəd oğuz çəkirik. Biri mənfi 2 alır, mənfi 2-ni alır və müsbət 6-nı almır. Mənfi 2-dən müsbət 6-ya kimidir. Digəri isə mənfi 5-i alır və 3-ü alır. Mənfi 5-dən müsbət 3-ə kimidir. Bura olsun mənfi 5. Digəri isə müsbət 3. Bu da olur bu aralıq. Bunların hər ikisinə daxil olan yer 2-dən 3-ə kimidir. 2-dən daha doğrusu mənfi 2-dən 3-ə kimi. Bu mənfi 2-dir. Mənfi 2-dən 3-ə kimi ədədlərin cəmi mənfi 2, mənfi 1, 0, sonra müsbət 1, müsbət 2 və müsbət 3-dür. Bunlar 0 eləyər, qalar bir dənə 3. Deməli burada cavab 3-dür. Sonra baxaq 76-cı suala. Funksiyanın təyin oblastı verib yenə eyni şeydir. Bunların kəsişməsinə baxsaq, mənfi 5-dən 4-ə kimi, bir də mənfi 3-dən 9-a kimi. Bunların kəsişməsi eləyir mənfi 3-dən, deməli 4-ə kimi. Burada da mənfi 2, mənfi 1, 0, 1, 2, 3 və 4 var. Bunları cəmi 0 eləyir. Yerdə qalır 3 ilə 4, bunları da cəmi eləyir 7. Deməli burada oldu cavab 7. Sonra baxaq 77-ci suala. Aralığında təyin olunmuş qrafiki verilmiş fx funksiyalardan hansılarının həmin aralıqda tərsi yoxdur? Ümumən funksiyanın tərsi olması üçün həmin funksiya monoton artan və yaxud da monoton azalan funksiya olmalıdır. Yəni ya həmişə artmalıdır, ya azalmalıdır. Və yaxud da ki, funksiyanın tərsini tapmaq üçün onun artan yerdə tərsinə baxırıq və yaxud da azalan yerdə tərsinə baxırıq. Burada da monoton artan funksiya 1-də verilibdir və monoton azalan funksiya bir də 3-cüdə verilib. İkinci funksiyanın artdığı yerlərdə var.
eyni ilə azaldığı yerlər də var. Deməli bunun tərsi olmaz. Deməli burada cavab nə oldu? 2. 78-ci sual. 78-ci sualda C f2-ni istəyir. Fx-i veribdir bizə. Fx bərabər 3x kvadratı. Jx də məlumdur. 4x minus 1. Gəl əvvəlcə f2-ni tapaq. F2 bərabərdir 3 vur 2-nin kvadratı, yəni 4 12. Gətirib yerinə yazsaq J-də. Çünki bizdən J f2-ni istəyirdi axı. J f2 də 12-dir. Olur J 12 bərabər 4 vur 12 minus 1. Bu da 48 çıx 1, yəni 47-yə bərabərdir. Cavab oldu 47. Sonra 79-cu sual. Fx bərabərdir 2x-in kubu. Jx də bərabərdir 2x plus 1. Bizə lazımdır J f2. Əvvəlcə f2-ni tapaq. F2 bərabərdir 2 vuraq. Deməli 2-nin kubu. Yəni 8 vur 2 16. F2-ni tapdıq 16. Deməli bizə lazımdır J 16. Bu da eləyir 32 33. Cavab oldu burada 33. 80-ci sual. Funksiyasının ən böyük qiymətini tapın. Biz bilirik ki, bu kəsirin ən böyük qiyməti olması üçün məxrəc ən kiçik qiymət almalıdır. Onda x-in kvadratı plus x plus 2-nin ən kiçik qiymətini tapırıq. Bunu da n ilə tapa bilərik və yaxud da müxtəsər vurma düsturunda yaza bilərik. Gəlin elə n ilə tapaq. N bərabərdir 4ac, yəni 8 çıx b kvadrat bölünsün 4a. Bu da 7 bölünsün 4 olur. Deməli məxrəcin ən kiçik qiyməti 7 bölü 4-dür. Sürətdə də 5/6 var. Bunu bölürük 7 bölü 4-ə. Bu da olur 5/6 vuraq. 7-də 4. İxtisar aparsaq əgər, bunu hər tərəfini 10-a vurduq və 7-yə böldük. 7-yə böləndə burada qalır 8. Cavab oldu 3/2. Sonra baxırıq 81-ci suala. Funksiyanın ən böyük qiymətini tapın. Yəni məxrəcin ən kiçik qiymətini tapırıq. X-in kvadratı minus x plus 2-nin. Bunun n-ni tapsaq, n bərabərdir 4ac minus b kvadrat bölü 4. Aldıq 4-də 7. 6/3-ü də bölsək 4-də 7-yə, o da olur vururuq 4-də 7-yə. Hər tərəfi 10-a vurdum. 7-yə böldüm 9. 36-nı da 10-a bölsək 3/6. Deməli burada da cavab oldu 3/6. 82-ci sual. Funksiyanın ən böyük qiymətini tapın. Yenə məxrəcin ən kiçik qiymətini tapmalıyam. Məxrəcin ən kiçik qiyməti budur 5. Çünki modul funksiyanın ən kiçik qiyməti 0-dır. 20-ni də 5-ə bölsəm ən böyük qiymət 4 olur. Burada da ən böyük qiymət, daha doğrusu ən kiçik qiymət 4-dür. 20-ni də 4-ə bölsək cavab oldu 5. 84-cü sual. 84-cü sual. B-nin hansı müsbət qiymətində bu funksiyalar üçün bu bərabərliklər ödənir? Fx-i veribdir 2x plus b. Jx də veribdir bx plus 6. Bizə lazımdır f jx bərabər olmalıdır j f-x-ə. Gəl əvvəlcə f jx-i tapaq. Jx-i aparıb f-də yerinə yazıram. Olur 2 vuraq. bx plus 6 üstə gələk b. Bərabərdir. İndi isə j f-x tapıram. Yəni f-x-i götürüb gətirirəm burada yerinə yazıram. Olur b vuraq. 2x plus deməli b üstə gələk 6. Bunu sadələşdirirəm. Olur 2bx üstə gələk 12 üstə gəl b bərabər 2bx üstə gəl b kvadratı üstə gəl 6. Hər tərəfdən 2bx-ləri islah aparırıq. Yerdə qalır b kvadratı minus b minus 6 bərabər 0. Buradan alırıq ki b bərabərdir 3-ə, b bərabər -2-yə. Bizə b-nin müsbət qiyməti lazımdır. Cavab olur 3. Sonra baxaq 85-ci suala. M-in hansı müsbət qiymətində? Yenə eyni tip sualdır. Bir dəfə bunu götürüb gətirək burada yerinə yazaq. Olur 3 vuraq. M x plus 6 plus m bərabərdir. Bir dəfə də bunu götürüb gətirib burada yerinə yazırıq. Olur m vuraq 3x plus m plus 6. Sadələşdirmələr aparsaq 3mx plus 6 vur 3 yəni 18 plus m bərabərdir 3mx plus m kvadratı plus 6. 3mx'lər buradan islah getdi. Qaldı m kvadratı minus m minus 12 bərabər 0. Bunun da kökləri müsbət 4 və mənfi 3'dür. Deməli bizə lazımdır müsbət qiymət. Cavab oldu 4.
Sonra növbəti 86-cı sual. Qrafiki verilmiş fx funksiyasının tərs funksiyası olan jx funksiyası üçün jk-2 bərabərdir 0. 86-cı sual jk-2 bərabər 0 olarsa k-nı tapın. Fikir verirsə bizdə qrafikdə fx-in qrafikləri verilib. Yəni biz bilirik ki 3 bunun köküdür. Onda f3 bərabərdir 0-a. Eyni zamanda x-ə 0 verəndə y2 7 olur. Yəni f 0 bərabərdir həm də 7-yə. Biz bunun tərslərini yazsaq əgər, tərs funksiyada təyin olulasıyla qiymətlər çoxluğu yerini dəyişir. Onda j 0 bərabərdir 3-ə, eyni zamanda j 7 bərabərdir 0-a. Fikir verin, bizdə j 7 bərabər 0 olur. Yuxarıda da jk-2 bərabər 0 vermişdi. Onda mən belə götürə bilərəm ki k-2 7 imiş. Onda k-yı buradan 9 tapmış oluruq. Deməli k olur burada 9. Sonra baxaq 87-ci sual. 87-ci sualda da eyni tip sualdır. F2-in qrafiki verilibdir. Onda yaza bilərik ki f0 bərabərdir 5-ə. Bunu da tərsi j 5 bərabərdir 0-a. Və bizə də verib jk-2 bərabərdir 0-a. Onda k-2 5-dirsə, k da buradan 7 imiş. Deməli burada cavab oldu 7. Gələk 88-ci suala. Bakıdan digər ölkələrin müxtəlif şəhərlərinə gedən avtobuslarda qiymət cədvəli, tam bilet, uşaq bileti və baqaj haqqı üçün müəyyən funksiyonal asıllıq şəklində təyin edilir. Uşaq biletinin qiymətinin tam biletdən asıllığı bu şəkildədir. Onda biz bunu belə yazaq da, uşaq bileti bərabərdir 2-də 1 tam biletdən asıllıq. Baqaj haqqı isə uşaq biletindən jx bərabərdir 5-də 1 x şəklindədir. Baqaj haqqı bərabərdir 5-də 1 uşaq biletindən asılıdır. Uşaq biletinə də u yazaq. Bakı İstanbul istiqamətində baqaj haqqı 10 azın olarsa, baqaj haqqının yerinə 10 yazsaq bərabərdir 5-də 1 uşaq bileti. Buradan uşaq bileti bərabərdir 50-yə. Uşaq bileti 50-dirsə təzədən burada yerinə yazaq. Olar 50 bərabərdir 2-də 1 tam bilet. Tam bilet də bərabərdir 2 vur 50, yəni 100. Deməli burada cavab oldu 100. Baxaq növbəti 89-cu suala. 89-cu sualda da verilib eyni tipli sualdır. Uşaq biletinin qiyməti tam biletdən asıllığını verib. Yazarıq uşaq bileti bərabərdir 2-də 1 tam bilet. Sonra deyir baqaj haqqı bərabərdir 5-də 1 uşaq bilet. Baqaj haqqı 4 azındır. Onda burada yerinə yazsaq 4 bərabər 5-də 1 uşaq bileti. Uşaq bileti bərabərdir 20-yə. Sonra deyir tam bileti tap. Uşaq biletini bildik. Gətirək burada yerinə yazaq. 20 bərabərdir 2-də 1 tam bilet. Deməli tam bilet də bərabər imiş 40-a. Burada da cavab oldu 40. Sonra növbəti suala baxaq. 90-cı sual. Jx funksiyası fx funksiyasının tərs funksiyasıdır. F0'ı tapın. F0'dırsa bizə lazımdır. Deməli, bunların tərsi tərs funksiyasını verib daha doğrusu. F0, J0 və J5 ifadəsinin qiymətini tapın. Biz bilirik ki F0 bərabərdir 3-ə. Onda yaza bilərik ki F'in tərsi burada J verilibsə J 3 bərabərdir 0-a. Bunu bildik. Sonra biz bilirik ki f mənfi 3 bərabərdir 0-a. Onda yaza bilərik j0 bərabərdir mənfi 3-ə. Sonra f deməli 4 bərabərdir 0-a. f4 0-dırsa əgər, onda f bunun tərsi j-dir. Yazarıq j0 bərabərdir 4-ə. Daha doğrusu F4'də deməli 0 olmur. F4'də 5'dir. Bunu düzəldək. F4'də 5'dirsə F4'də 5'dirsə onda J5 də 4'ə bərabərdir. Gətirib yerinə yazaq. Deməli F0'ı bilirik 3'dür. Olur 3. Üstə gələk J0'ı bilirik mənfi 3'dür. J5 də bilirik ki 4'dür. Bunlar burada islah gedər. Cavab olur 4. Deməli burada da cavab 4'dür. Sonra baxaq 91-ci suala. F2'si veribdir və F1 istəyir. F2 bərabərdir x plus 1
f(x minus 1) üstə gələk 1. Əvvəlcə x-in yerinə -1 yazaq. X bərabər -1 olsa, olur f -1 bərabərdir -1 üstə gəl 1 vur f -2 üstə gəl 1. -1 ilə 1-in cəmi 0-dır. Deməli, bura 0 eləyir. Alırıq ki, f -1 bərabərdir 1-ə. Sonra gətirək x-in yerinə 0 yazaq. Alarıq f 0 bərabərdir. Bura 0 yazsaq 0 üstə 1 gələndə onsuz da 1 eləyir. Qalır f -1 üstə gəl 1. F -1 də 1'dir. Deməli f 0 1'in üstə 1 gəlsə 2 imiş. Sonra x bərabər 1 yazaq. Alarıq f 1 bərabərdir. 2 vuraq f 0 üstə gələk 1. F 0'ı da bilirik. Yerinə yazsaq 2 vur 2 üstə gəl 1. Yəni f 1'i də tapırıq 5. Deməli, burada da cavab oldu 5. Sonra baxaq 92-ci suala. 92-ci sual da eyni tip sualdır. Fx bərabərdir. X'in kvadratı vuraq f x minus 1 üstə gəl 1. F2'ni tapın. Gətirək əvvəlcə x bərabərdir 0'ı yoxlayaq. Olur f0 bərabərdir 0 vuraq f -1 üstə gəl 1. Buradan alırıq ki f0 bu hasil onsuz da 0 eləyir bərabərdir 1. Sonra x'in yerinə gətirək 1 yazaq. Olar f1 bərabərdir f0 üstə gəl 1. F0'ı 1 bilirik. Onda deməli f1 də 1 üstə gəl 1 yəni 2 alarıq. X bərabər 2 yazsaq f2 bərabərdir 4 vuraq f1 üstə gəl 1. F1'i də 2 bilirik. Yerinə yazanda 4 vur 2 üstə gəl 1 alarıq 9. Deməli, burada da cavab olur 9. Sonra baxaq 93-cü suala. X dəyişəninin bu funksiyasının təyin oblasına daxil olmayan ən böyük və ən kiçik tam qiymətlərinin cəmini tapın. Gəl əvvəlcə daxil olanları tapaq. Biz bilirik ki, kökün altındakı ifadə 0 və ya müsbət olmalıdır. Yəni x'in kvadratı plus x plus 2. Bir də x'in kvadratı minus 16'ya böləndə böyük bərabər 0 olmalıdır. Buradan aydın məsələdir ki, sürət həmişə müsbət ədəddir. Çünki diskriminantı kiçikdir 0, alsa da böyük 0. Onda yeganə məxrəc də böyükdür 0 olmalıdır ki, ifadəmiz doğru olsun. Yazıram x'in kvadratı minus 16 böyük 0. Buradan modulda x böyükdür 4 alırıq. Yəni x'in həlləri 4-dən böyük və -4-dən kiçikdir. Həllərimiz -4-dən kiçik, müsbət 4-dən böyüksə, həlli olmayan, yəni daxil olmayanlar isə -4-dən müsbət 4-ə kimi olan ədədlərdir. Burada da ən böyük və ən kiçik tam qiymətlər -4 və müsbət 4'dür. Bunların da cəmi eləyər 0. Deməli, burada cavab olur 0. Sonra baxaq 94-cü suala. Burada da eyni tip sualdır. X'in kvadratı minus 9 bölək x'in kvadratı minus 2 plus 1 böyük bərabər 0 olmalıdır. Məxrəc həmişə müsbət ədəddir. Onda sürət də müsbət olmalıdır. X'in kvadratı minus 9 böyük bərabər 0. X'in kvadratı böyük bərabər 9 modul x böyük bərabərdir 3'dən. Burada x böyük bərabər 3 və x deməli kiçik bərabər -3 olmalıdır. Bizə deyir ki, ödəməyənlər də olur -3'dən müsbət 3'ə kimi. Ən böyüyü müsbət 2'dir, ən kiçiyi də -2'dir. Bunların fərqini tapsaq, yəni onda çıxırıq bunu. Bu da eləyir 2 üstə gəlir 2 bərabər 4. Baxaq 95-ci suala. Funksiyasının təyin oblastının mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün ana mümkün qiymətlərinin cəmini tap. Yəni deyir ki, bu kökün altındakı ifadə həmişə ödənsin. X'in kvadratı plus 4a minus a kvadrat plus 12. Biz bilirik ki, bu normalda böyük bərabər 0 olmalıdır. Çünki cüt dərəcədən kökün altındadır. Onda belə çıxır ki, buradakı ifadə ki var, 4a minus a kvadrat plus 12 böyük bərabər 0 olmalıdır. Yəni 0 olsa x'in kvadratı böyük bərabər 0 olur və yaxud da müsbət olsa yenə eyni şeydir. X'in kvadratı üstə gəl müsbət ədəd böyük bərabər 0 olur. Buradan hər tərəf mənfiyə vursaq a kvadrat minus 4a minus 12 kiçik bərabər 0. Bunu da həlləri -2'dən 6'ya kimidir. Deməli bunun hər ikisini də alır. Bura daxil olan aların da qiyməti -2, -1, 0, 1, 2, 3, 4, 5, 6. Buradan bu tərəf 0 eləyər.
Bunların da cəmi 9, 9, 18. Deməli burada cavab oldu 18. Sonra baxaq 96-cı sual. 96-cı sualda da eyni şeydir. Elə birbaşa yazaq. 5a minus a kvadrat plus 14 böyük bərabərdir 0-dan. Burada a kvadratı minus 5a minus 14 kiçik bərabər 0. Kökləri 7 və mənfi 2-dir. Yəni mənfi 2-dən 7-yə qədər olan qiymətlər. Bunların da cəmi mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6, 7'dir. Mənfi 2'dən bu tərəf hamısı 0'dır. 3 ilə 7, 10, 10 da burada 20, 5 də burada 25. Deməli 96-cı sualda da cavab oldu 25. Baxaq 97-ci suala. Funksiyanın təyin oblasından götürülmüş x-lər üçün funksiyanın təyin oblasını tapaq. Kökün altını müsbət və yaxud da 0 götürək. Yazarıq 7x minus x'in kvadratı minus 10 böyük bərabər 0. Buradan x'in kvadratı minus 7x plus 10 kiçik bərabər 0. Bunun da həlləri deməli 2-dən 5'ə kimidir. Sonra verib ki modul x minus 5 üstə gələr. 2 onda 1 üstə gəl 2x minus x minus 2. X minus 5 biz bilirik ki x 5'dən kiçik bərabərdir və 2-dən böyük bərabərdir. Onda belə çıxır ki bura mənfiymiş. Bunu açası olsaq qarşısına mənfi atmalıyıq. Yəni yerlər dəyişir 5 minus x olur. Sonra hər tərəf 2'yə vursam alaram 2x kiçik bərabər 10'dan. Bu da böyük bərabərdir 4'dən. Üzərinə 2 onda 1 gəlsək. 2 onda 1 gələndə eləyir 6 onda 1. 2x plus 2 onda 1. 12 onda 1. Görürük ki bu ifadə müsbət olur. Müsbətsə bu olduğu kimi açılır. Olur 2 onda 1 üstə gələ 2x. Sonra x 2'dən kiçikdir. X biz bilirik ki 2'dən böyük qiymətlər alır deyə bura mənfi olmalıdır. Qarşıda da bir mənfi var. Onda belə çıxır ki bunu müsbət olduğu kimi saxlaya bilərik. Daha doğrusu x 2'dən böyük deyə bura müsbət olur. Müsbət olanda onda bunun qarşısındakı mənfi buna təsir edir, əksinə çıxarır. Olur belə mənfi x plus 2. Mənfi x, mənfi x, müsbət 2x. Bunlar islah olunur. Qalır 4 onda 1 üstə gəl 5, yəni 9 onda 1. Burada cavab olur 9 onda 1. Sonra baxaq 98-ci sual. Baxaq növbət 98-ci sualda verilib ki yenə eyni sualdır. X'in kvadratı minus 8, x plus 15 kiçik bərabər 0. Bunun həlləri olur 3-5 aralığı. Sonra x minus 5 biz bilirik ki 3-5 aralığında bu mənfidir, olur 5 minus x. Digər 2x plus 2 onda 7 müsbətdir, olur elə olduğu kimi. 2 10 daha doğrusu yazırıq bura 2x üstə gəlir 2 onda 7. Sonra x minus 3 biz bilirik ki x minus 3 də müsbətdir. Onda olduğu kimi çıxsa qarşısında mənfi var deyə əksinə olur. Mənfi x müsbət 2x mənfi x gedir. Qalır 5 üstə gəl 5 onda 7 cavab olur 10,7. Burada da cavab 10,7'dir. 99-cu suala baxaq. 99-cu sualda verilib ki funksiyanın qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədədi tapın. Y bərabərdir kök altında x'in kvadratı minus x plus 15. Biz bilirik ki bunun qiymətlər çoxluğu kök altında n'dən müsbət sonsuzluğa kimidir. Çünki a'sı 1'dir, 0'dan böyükdür. Gəl eyni tapaq. N bərabərdir 4ac eləyir 60 çıx b kvadrat böl 4a. Buradan alırıq 4'də 59. Bunu kökə salsaq 2'də kök altında 59. Bundan təqribi qiymət hesablayası olsaq kök altında 59 bölünsün 4. Burada eləyir 14 tam neçəsə. Bundan da hardasa çıxar deməli 3 tam neçəsə. Bizə lazımdır 3 tam neçəsədənsə böyük qiymətlər. Burada yerləşən ən kiçik tam ədəd deməli 4'dür. Cavab olur burada da 4. Sonra baxaq 100-cü suala. 100-cü sualda funksiyanı 0'a bərabər edən qiymətdən söhbət gedir. Biz bilirik ki deməli funksiyamız nə vaxt 0'dır? F mənfi 3 olduqda 0'a bərabər olur. Onda oradakı 2 minus 5x kvadratını bərabər eləyirik mənfi 3'ə. Buradan alırıq 5 bərabər 5x kvadratına x bərabər plus minus 1. Digər tərəfdən biz bilirik həm də f
2 bərabərdir 0-a. Onda yazırıq 2 minus 5x kvadratı bərabərdir 2-yə. Buradan x bərabərdir 0 alırıq. Bizə verilir ki, tənliyinin neçə müxtəlif həqiqi kökü var. Plus minus 1, bir də 0. Bu da eləyir 3 dənə həqiqi kök. Deməli, burada cavab olur 3. Növbəti 101-ci sual. Bu da eyni tip sualdır. Bilirik ki, f mənfi 5 sıfırdır. Yazırıq 4 minus 3x kvadratı bərabər mənfi 5-ə. Buradan 9 bərabərdir 3x kvadratına. Buradan x bərabərdir plus minus kök altında 3. Digər tərəfdən f 4 bərabər 0-a. Yazırıq 4 minus 3x kvadrat bərabərdir 4-ə. Onda x buradan bərabər 0-a. Bir kök buradan, 2 dənə də həqiqi kök buradan. Deməli, burada da 3 dənə kök yaranır. Cavab olur 3. Sonra 102-ci suala baxaq. Funksiyanın qiymətlər çoxluğuna daxil olan ən böyük tam ədədi tapın. Funksiyanın qiymətlər çoxluğu x minus x-in kvadratı a-sı mənfidir deyə olur 0-dan kök altında n-ə qədər. Gəl n-i hesablayaq. N bərabərdir 4ac, yəni mənfi 24 çıx b kvadrat bölünsün 4a, yəni mənfi 4. Bu da eləyir 25 bölünsün 4. Bizə lazımdır kök altında 25 bölünsün 4. Çünki kökün adda olmalıdır. Kök adda 25 bölü 4. Bu da eləyir kök altında 6 tam neçəsə. Bundan da çıxar 2 tam neçəsə. Yəni buradakı qiymətlər çoxluğu olur belə 0, 2 tam neçəsə. Ən böyük tam ədəd burada nədir? 2. Deməli bizə lazımdır cavab 2. Sonra 103-cü sual. F 3x minus 1 bərabərdir 2x plus 7-yə. F 3x minus 1 bərabərdir 2x plus 7-yə. Sonra verib ki, j 2x minus 3 bərabərdir 3x minus 1-ə. Sonra deyir ki, f j5 tap, f j5. Gəl əvvəlcə j5-i tapmağa çalışaq. j5 olması üçün x-in yerinə burada 4 yazmalıyıq. Yəni 2 vur 4 minus 3 bərabərdir 3 vurulsun 4 minus 1. Bu da eləyir 11. Deməli aldıq ki, j5 bərabərdir 11-ə. İndi gəl f11-i hesablayaq. F11 olması üçün 3 vur 4 minus 1 olmalıdır. Olur 2 vur 4 plus 7. Bu da 8 üstə gəl 7 15-ə bərabərdir. Deməli 103-cü sualda da cavab oldu 15. Sonra baxdıq 104-cü suala. 104-də də eyni tip sualdır. Bizə j8 lazımdır. Sonra da fj8. f2 bərabərdir 3x minus 11-dir. j 3x plus 2 bərabərdir 2x plus 5-ə. Gəl buradan yazaq fj8. j8 tapmaq üçün burada x-in yerinə 2 yazmalıyıq. Olur j 3 vur 2 üstə gəl 2, yəni j8 bərabərdir 2 vur 2 üstə gəl 5. Bu da eləyir 9. Onda j8-i tapdıq 9. Onda bura lazımdır 9 yazaq. f9-u tapsaq əgər 3 vur 9 minus 11. Bu da eləyər 16. Burada da cavab oldu 16. Sonra 105-ci sual. Mənfi 6-7 aralığında təyin olunmuş fx funksiyası üçün x-in neçə tam qiymətində bu bərabərsizlik doğrudur. Bərabərsizliyimiz nədir? 105-ci sual. f2 bölək x müsbət olmalıdır. Yəni biz bir sözlə bunu belə yaza bilərik. Y bölünsün x böyükdür 0. Yəni y-in bu şərt ödənməsi üçün y-də müsbət, x də müsbət olmalıdır. Və ya əks təqdirdə y mənfi, y mənfi deməli y kiçik 0, x də kiçik 0, ikisi də mənfi olmalıdır. Onda gəl əvvəlcə birinci şərtə baxaq. Y müsbət, x müsbət olan yer həmin hissə buralardır. Fikir verin, burada x də müsbətdir, y də müsbətdir. O aralıq 5-dən 7-yə qədər olan aralıqdır. Hər ikisinin mənfi olduğu yer, y də mənfi, x də mənfi. O aralıq isə bu hissədir. Mənfi 2-dən 0-a qədər. Deməli, burada uyğundur mənfi 2-dən 0-a qədər. Və burada xatırladım ki, 7-ni alırdı. Çünki bu 7 nöqtəsində y də müsbətdir, x də müsbətdir.
Onda buradan 2 dənə kök var. Hansılar da 6 və 7. Buradan da bir dənə mənfi 1-dir. Buradan 1, buradan da 2. Deməli buradan 3 dənə qiymət çıxır. Cavab olur 3. Sonra baxaq 106-cı suala. 106-cı sualda verilib uyğunluğu müəyyən edin. Gəl birinci təyin oblasına baxaq. Biz bilirik ki kökün altındadır deyə f2 bərabərdir kök altında 2 plus 3. Kökün altında deyə bu müsbətdir. Yəni x böyük bərabər 0 olmalıdır təyin oblastı. Bura uyğundur C variantı və ən kiçik qiymətdə 3-dür. Ən kiçik qiymətdə 3-dürsə deməli bir də D-ni yaza bilərik. Sonra baxaq ikinciyə. İkincidə verilib ki y bərabərdir 5 minus kök altında x minus 1. Təyin oblastı x minus 1 böyük bərabər 0, x böyük bərabərdir 1 olmalıdır. Bu da E variantında verilibdir. Sonra ən böyük qiyməti var bunun. Bura 0 olsa ən böyük qiyməti 5 olar. Deməli bura bir də A variantını yaza bilərik. Üçüncüdə isə x minus 3 böyük bərabər 0 və 3 minus x də böyük bərabər 0 olmalıdır. Bunların hər ikisini ödəyən qiymətlər 3-ün özüdür. Bu da B variantında verilibdir. Sonra 107-ci sual. Təyin oblast verilibdir funksiyaların. 107-ci sual. Biz bilirik ki mənfi ədədin kəsr üstü qüvvətinə baxılmır. Onda A variantının təyin oblastı x minus 2 böyük bərabər 0 olmalıdır. X böyük bərabərdir 2-dən. Deməli A variantı getdi ikinciyə. Sonra B variantında üstü mənfi deyə 0 ola bilmir. X minus 2 böyük 0 olur. Buradan x böyükdür 2 alırıq. Bu da verilib birincidə. B variantı da getdi birinciyə. C variantında kökün altı müsbət olmalıdır. Yəni 4x minus 8 böyük bərabər 0-dan. Buradan x böyük bərabərdir 2 olur. Bunun da təyin oblastı 2-dən müsbət sonsuzluqdur. Deməli bu da getdi ikinciyə. Sonra D variantında məxrəcdədir deyə fərqli 0 olacaqdır və müsbət olmalıdır. 3x minus 6 böyük 0, x böyükdür 2-dən. 2-dən böyük olanlar bu da getdi birinciyə. Bir də var E variantı. E variantında da 1 bölək 2 x böyükdür 0 olmalıdır. Daha doğrusu böyük bərabər. Bu da x böyükdür 0 olmalıdır. Çünki məxrəcdəki bu x müsbət olmalıdır ki ifadə doğru olsun. Bu da verilib üçüncüdə. Burada Y variantını yaza bilərik. Sonra baxaq növbəti 108-ci suala. Deməli biz yazdığımız bundan qabaqki 107 idi. İndi isə 108-ə baxırıq. Fx bərabərdir. Fx bərabərdir arc sinus x. J2 bərabərdir 2x çıx 5. Bizə lazımdır fj2. Gəl əvvəlcə j2-ni tapaq. J2 bərabərdir 2 vur 2 minus 5. Bu da eləyir mənfi 1. İndi j2-nin yerinə mənfi 1 yazsaq, alarıq f mənfi 1. F mənfi 1-i də buradan hesablaya bilərik. Alırıq arc sinus mənfi 1. Arc sinus mənfi 1 də biz bilirik ki mənfi pi bölünsün 2'ye uyğundur. Deməli burada da cavab olur mənfi 0.5 pi. Və yaxud da belə mənfi pi bölünsün 2. Belə. Deməli videonu burada yekunlaşdırırıq. Videoları like etməyi və bir də kanala şərh bildirməyi, kanala abunə olmağı unutmuruq. Belə videoların davamlı gəlməsini istəyirsən mütləqdir ki şərh bölməsində yazasınız. Sağ olun, növbəti videolarda görüşənədək.